Əlimdə bir kəsik var. Üstünə daş qoymuşam. Daşı qaldırmamış bu yara sağalar. Kompressiyanı aradan qaldırmalı. Disk özünü yeniləyə bilmir. Bir pasiyentim var, mən deyir ki, mən 2 ildir ki, diklofenakla yaşayıram. Ağrı kəsici olaraq vururlar bu dərmanı. Adam 3 gün, 1 ay rahat gəzir. Sonra yenə tutur yenə. Əslində ağrını gecikdirir daha da. Xəstələndiyimiz zaman niyə istiliyimiz, temperaturumuz artır? Bədənimizin buna qarşı bir dayanıqlılığı artıq başlamağa çalışır və immun sistemimiz gəlişməyə başlayır. Normalda da bədən necə ki kəsik sağalırsa, daxildəki yara, disk yırtığı dediyimiz bəzi problemlər də sağala bilər. Amma nə vaxt ki, belə bir şey deyim də, çox vaxt pasientlərimizə belə baş salırıq ki, fikirləşin ki, disk yırtığından elə başlamağa çalışın bu mövzu haqqında danışmağa ki, disk yırtığı iki fəqər arasındakı yastıq rolunu oynayan diskdir. Nə vaxt ki kompressiya, yəni fəqərin üzərinə düşən yük artanda bu disk başlayır yırtılmağa. Bizim hədəfimiz nə olmalıdır? Ağrı kəsici olmamalıdır, cərrahi də olmamalıdır. Çünki cərrahi ilə buradakı yırtığı çıxartdıq, sinirə baskı azaldı. Amma problem yenə davam edir. Disk üzərinə kompressiya yenə düşmüş olur. Ağrı kəsici nə etdim? Siniri rahatlatdım. 3 gün, 5 gün sonra yenə artıq rahatlamış olacağam. Bu kompressiya davam elədiyi müddətdə bu disk yenə həsarlı olduğu sürəcə bu yırtıq yenə olacaq. Ha əməliyyat elətdir, ha ağrı kəsici.